İşğaldan azad olunmuş ərazilərdə mina və partlamamış sursat qalıqları ilə çirklənmiş sahə təxminən 12.000 kvadrat kilometrə yaxındır. Statistikaya əsasən 2020-ci il Vətən müharibəsinin başa çatmasından sonra qeydə alınan mina partlayışları nəticəsində 421 nəfər zərər çəkib, onlardan 72-si ölüb, 349-u isə ağır yaralanıb. Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfərdən çoxdur. 19 regionda 24-25-ci illərdə mina qurbanlarını qapı-qapı gəzmişik. Yəni əldə etdiyimiz məlumatlar əsasında onların mina hadisəsi, harada düşürdüyü, hansı xəsarət alıb, nəyə ehtiyacı var, onları öyrənmişik və bununla bağlı hesabat hazırlanıb, hesabat beynəlxalq təşkilatlara təqdim olunubdur. Mina təhlükəsi elə bir riskdir ki, bəzən bu sahədə çalışan peşəkar mina təmizləyənlər belə həyatlarını itirir və ya ağır xəsarət alırlar. Torpağa bastırılmış partlayıcıların yeri və vəziyyəti hər zaman dəqiq müəyyənləşmədiyindən bu əməliyyatları son dərəcə təhlükəlidir. Ancaq buna baxmayaraq işğaldan azad olunan ərazilərdə 1 aprel 2026-cı il tarixinədək aparılan mina təmizləmə əməliyyatlarında piyada əleyhinə 41.284, tank əleyhinə 23.358 mina, 181.487 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Mina təhlükəsinin tam aradan qaldırılması uzun müddətli prosesdir. Bu baxımdan ictimai maarifləndirmə tədbirləri insanların həyatını qorumaq üçün vacib vəsilələrdən hesab olunur. İkinci Qarabağ müharibəsindən sonra təxminən 260 min hektar ərazi təmizlənibdir. Əlbəttə bu faizlə hesablansa bu çox, yəni deyək ki, hədəflərimizə çatmaq üçün az rəqəmdir. Çox təəssüf ki, beynəlxalq donorlar, beynəlxalq qurumlar Azərbaycana bu istiqamətdə dəstək göstərməkdə çox gecikdilər. Milli QHT Forumu və ANAMA yanında İctimai Şuranın qəbul etdiyi bəyanatda beynəlxalq ictimaiyyətə Azərbaycanın bu sahədə irəli sürdüyü təşəbbüslərə dəstək vermək barədə çağırışlar edildi. Mina qurbanlarının reabilitasiyası, yarımçıq qalmış həyatların yenidən bərpası və gələcək nəsillərin qorunmasının hamımızın ortaq mənəvi borcu olduğu vurğulandı. Nərmin Malik qızı, Kamran İsayev, ATV Xəbər.